Suriya təcrübəsi isə bunun tam əksini göstərdi. Ankara bu dəfə seyirci qalmadı, proseslərin içinə girdi, qırmızı xətlərini və iradəsini ortaya qoydu və nəticədə Suriyanın gələcəyi Türkiyənin iştirakı olmadan dizayn edilə bilmədi. Türkiyənin sərhədlərində ikinci bir Kürd muxtariyyətinin qarşısı alındı. Kənar güclər onunla hesablaşmaq məcburiyyətində qaldılar və belə deyək, Türkiyənin təhlükəsizlik maraqlarına zid senarilər bloklandı. Bu fərq sadə bir həqiqəti sübut etdi. Prosesi kənardan izləyib ona qatılmayan dövlət nəticəni də idarə edə bilməz. Türkiyə İranla bağlı indi oxşar bir yol ayrıcındadır. Əgər İraq nümunəsindəki kimi kənardan baxsa, nəticə yenə onun əleyhinə formalaşa bilər. Yox, Suriya nümunəsində olduğu kimi masada olsa, qırmızı xətlərini və maraqlarını vaxtında ortaya qoysa, onda taleyi kənardan yazılan yox, onunla müzakirə edilən tərəf olar.